Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırdılar. Təqsirləndirilən Madat Babayan, dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda dedi ki, o, Azərbaycan ərazilərinin işğal olunması üçün yaradılan silahlı birləşmənin tərkibində 1992-ci ildən 1993-cü ilədək Ağdərə rayonu ərazisində olub. 1990-cı ildə isə Ağdərədə posta dayanıb. O, Ağdərənin Suqovuşan kəndindəki döyüşlərdə iştirak etmədiyini iddia etdi. Lakin dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda 1993-cü il noyabrın 16-sında Ağdərənin Suqovuşan kəndində yaralandığını söylədi. Madat Babayan, Kəlbəcər döyüşlərində fəal iştirakına dair dövlət ittihamçısının sualını cavablandırarkən bunu inkar etdi. O, Valerik Petrosyan, David Qriqoryan və Albert Qriqoryanı tanıdığını, dostlarının olduğunu və adı çəkilənlərin Kəlbəcərin işğalında və orada yaşayan Azərbaycanlıların qətliamında iştirakını etiraf etdi. O, həmçinin Lemberg Karapetyanın Ağdərə, Ağdaban və Kəlbəcərdə döyüşlərdə iştirak etdiyini bildirdi. Bundan sonra iclasda iş üzrə keçən növbəti video sübut nümayiş olundu. Həmin video ermənilərin Ağdərənin işğalının 19-cu il dönümü ilə bağlı təşkil etdiyi tədbir zamanı lentə alınıb. Tədbirdə qondarma rejimin həmin vaxt dırnaqarası rəhbəri olan təqsirləndirilən Bako Saakyan Ağdərənin işğalında iştirak edən keçmiş döyüşçüləri dırnaqarası təltif edir. Təltif olunanlar arasında təqsirləndirilən Madat Babayan da yer alıb. Amma Madat Babayan həmin videoda özünü tanımadığını iddia etdi. Təqsirləndirilən Bako Saakyan isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabda hadisəni yaxşı xatırladığını və bu cür tədbirlərin mütəmadi keçirildiyini söylədi. Sonra təqsirləndirilən Melikset Paşayan dövlət ittihamçısının suallarını cavablandıraraq dedi ki, xidmət etdiyi silahlı dəstə Əsgəranın 31-ci taboru adlanıb. Tabor əsasən Ağdamda yerləşib, amma tabora harada elibsə, ora gedib. Tabordakılar əsasən atıcılar olub. Təqsirləndirilən Azərbaycanın torpaqları işğal olunandan sonra orada aparılan talanlarda iştirak etmədiyini dedi. Bildirdi ki, posta növbə başa çatanda artıq talan etməyə heç nə qalmırmış. O, Azərbaycanlıların mülklərini talan edənlərin mülki ermənilər olduğunu iddia etdi. Təqsirləndirilən Melikset Paşayan, həmçinin Qarik Martirosyan dırnaqarası xidmətlərinə görə, dırnaqarası igidliyə görə medalı ilə təltif edildiklərini söylədilər. Təqsirləndirilən Qarik Martirosyan da Melikset Paşayanla eyni taborda xidmət edib. Bildirdi ki, taborun komandiri Vilen Safaryan olub. İfadə verdi ki, 1993-cü ilin əvvəlindən yayınadək Əsgəranda olub və bundan sonra Ağdama aparılıb. Həmin vaxt dırnaqarası müdafiə rayonunun komandiri isə Vitali Balasanyan olub. Bundan sonra baş prokurorun böyük köməkçisi Vüsal Əliyev cinayət işinin insanların zorakılıqla yoxa çıxarılması, əsir və girovlara işgəncələrin verilməsi fəsli üzrə sübutları, sənədləri təqdim etdi. Qeyd olundu ki, Azərbaycanın suveren əraziləri azad edildikdən sonra həyata keçirilən işlər zamanı insan meyitlərinin sümükləri olan çoxsaylı kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazilərə istintaq orqanı tərəfindən baxış həyata keçirilib. Vurğulandı ki, girov və əsir götürülmüş şəxslərin bəziləri saxlandıqları yerdə işgəncə və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb. Həmçinin girov və əsir götürülmüş şəxslərin bir çoxu Azərbaycan dövləti və beynəlxalq təşkilatlar tərəfindən görülmüş tədbirlər, eləcə də əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən pul müqabilində azad edilib. Sonra əsir və girov götürülməsi, işgəncə verilməsi epizodu üzrə zərər çəkənləri ifadə verdilər. Zərər çəkən Zahid Həsənov dedi ki, 1994-cü il martın 7-sində Füzulinin Aşağı Seyid Əhmədli kəndində yaralanıb və bir gün sonra əsir götürülüb. Ermənilər əsir götürüldüyü ilk andan ona yaralı vəziyyətdə işgəncələr verib. Ona əvvəlcə Xankəndiyə, 1994-cü il aprelin 26-sında isə Şuşa türməsinə aparıblar. Əsirləri günlərlə ac, susuz saxlayıblar. Buğdanı qaynadıb suyunu əsirlərə, dənni isə orada saxladıqları donuzlara veriblər. Əsirləri dubinka ilə vurub gözlərini çıxarıblar. Qarın içinə bastırıblar. Bəzi əsirlər işgəncələrə dözə bilmədiyindən özlərinə qəsd edib.
1994-cü il mayın 1-də Karen adlı erməni onu tək kameraya salaraq üstünə soyuq su töküb və ağac dəyənəklə huşunu itirənədək döyüb. Əsirləri məcburi əməyə cəlb edərək müxtəlif çətin işlərdə çalışdırıblar. Qəbristanlıqlara aparıb Azərbaycanlıların qəbirlərini qazdırıb, meyitlərin ağzındakı qızıl dişləri çıxartdırıblar. Zərər çəkən dedi ki, ermənilər qəbristanlıqlardakı mərmər daşları sökdürərək maşınlara yüklədib və Ermənistana daşıyıblar. Evlərdən sökdürdükləri materialları isə Xocabənddə Samvel Babayanın tikdirdiyi fermanın inşasına istifadə ediblər. İfadə verdi ki, ümumiyyətlə, bu işlərə rəhbərliyi Samvel Babayan edib. Mayın 8-də onu Xankəndiyə gətiriblər. Xankəndidəki hərbi hospitalın yaxınlığında yerləşən Karen Babayanın komandiri olduğu 4-cü taborda ağır işlərdə işlədiblər. Karen Babayan bilyard ağacı ilə onu döyərək başını yarıb. İşgəncəni verdiyi zaman Xocalda onun kimi yüzlərlə Azərbaycanlının başını kəsdiyini, onun da başını kəsəcəyini deyib. Zərər çəkən təqsirləndirilən Bako Sahakyanı, eləcə də Vaqif Xaçaturyanı və Samvel Babayanı taborda gördüyünü söylədi. İfadə verdi ki, mayın 17-sində onu Vartan adlı erməni ilə dəyişiblər. Bunun üçün Albert Vaskanyana pul da verilib. Zərər çəkən baş prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabda söylədi ki, əsir və girovların içərisində qadınlar və uşaqlar da olub. Bəzi əsirlər döyülərək öldürülüb. Ermənilər onlara məhz Azərbaycanlı olduqları üçün işgəncələr verib. Dedi ki, hər əsir Şuşa həbsxanasından sağ çıxmayıb. Öldürülən əsirləri Şuşa həbsxanasının yanındakı çirkab suya atıblar. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabda bildirdi ki, ermənilər Azərbaycanlı əsir və girovları təhqir edərək ləyaqətini alçaldıb. Xankəndidə məktəbliləri onların saxlandığı yerə gətirərək, bunlar türklərdir və sizin düşmənlərinizdir deyiblər. Bundan sonra erməni uşaqlar onlara tüpürərək daş atıblar. Zərər çəkən bildirdi ki, əsirləri Samvel Babayanın evində qul kimi işlədiblər. Bundan sonra təqsirləndirilən Bako Sahakyan dedi ki, 1992-ci ilin sonlarından və sonraki 30 ildə xidməti vəzifəsi əsir və girovlarla əlaqədar olub. Bu iş Dırnaqarası Müdafiə Ordusu tərəfindən ona təhkim olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əlaqədə olub. Dedi ki, hərbi tibbi müəssisələri Dırnaqarası ordunun arxa cəbhəsi sayılıb. Zərər çəkən Zaur Gülməmmədov ifadə verdi ki, Xocabənddə anadan olub və 1993-cü ilin fevralında orada yaralanaraq əsir götürülüb. Ermənilər onu əvvəlcə Xocabənddəki həbsxanada saxlayıb. Avtomat silahın qundağı təpiklə döyüb, ağrıdan huşunu itirib. Ayılanda görüb ki, ermənilər ayaqlarından Zil 131 markalı avtomobilin arxasına bağlayıb sürüyür. O, qarnından yaralı olduğuna görə ermənilər onu saçından və ayaqlarından tutub BMP markalı avtomobilin üstünə ataraq Xocabənddəki xəstəxanaya aparıb. Orada müalicə etmək əvəzinə təpik və avtomat silahın qundağı ilə döyüblər. 1993-cü ilin mayında Xankəndidəki təcridxanaya gətiriblər. Orada da müxtəlif işgəncələr veriblər. 1993-cü ilin avqustunda isə Şuşa həbsxanasına aparıblar. 1994-cü ilin oktyabrında 8 nəfər əsirlə birlikdə yenidən Xankəndidəki təcridxanaya gətiriblər. 1994-cü il noyabrın 6-sında 13 nəfər əsirlə birlikdə azad ediblər. Zərər çəkən əsirlikdə ona çox işgəncələr verildiyini, günlərlə ac-susuz saxlandığını dedi. İfadə verdi ki, əsirlərin bəzilərini döyüb, bəzilərini isə soyuducuda saxlayıb, öldürüblər. Əllərini, ayaqlarını isti sobada yandırıblar. Onun sol ayağını 3 dəfə sındırıblar. Əsirləri məcburi əməyə cəlb edərək zülm veriblər. Azərbaycanlı olduqları üçün onları təhqir edib, ləyaqətlərini alçaldıblar. Xankəndidə uşaq bağçasında saxlanılan Azərbaycanlı qadın və uşaqlara dəhşətli işgəncələr verilib. Xocabənddə Azərbaycanlı qadın və uşaqları boruya salaraq yandırıblar. Zərər çəkən Əskər Əskərov 1993-cü il aprelin 2-sində Kəlbəcər işğal edilən zaman əsir götürüldüyünü dedi. Bildirdi ki, onu tankın arxasına bağlayaraq rayon mərkəzinədək sürüyüblər. Əynindəki paltarları cırıq-cırıq olub. Ermənilər siqareti yandıraraq onun bədəninə basıblar. Onu təpikləyərək futbol topu kimi oynadıblar. Divara söykəyərək günlərlə ayaq üstündə, ac-susuz, yuxusuz saxlayıblar. Bildirdi ki, bəzi əsirləri dərhal gülləliyiblər. Əsirləri təhqir edənlərdən biri Zori Balayan olub. 17 gündən sonra 8 nəfəri seçərək Ermənistanın Basarkeçər rayonuna aparıblar. Orada polis şöbəsində kiçik kamerada ac-susuz saxlayıblar. Kameraya buraxdıqları siçanlar onların ayaqlarını, qulaqlarını çeynəyib. Ermənistanda saxlanılan əsirlərin arasında bir nəfər Azərbaycanlı uşaq da olub. Öyrənib ki, ermənilər həmin uşağın bütün ailə üzvlərini öldürüb.
Zərər çəkmiş dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabda bildirdi ki, məcburi əməyə cəlb edilən zaman onları rezin dəyənəklə döyə-döyə işlədiblər. Haldan düşəndə sürüyüb kameraya atıblar. Şişi qızdırıb bədəninə basıblar. Əsirlər arasında acından ayaqqabılarını yeyənlər olub. O, 1995-ci il yanvarın 15-də əsirlikdən azad olunub. Zərər çəkən Elçin Cəfərzadə ifadə verdi ki, onu əsir götürdükdən sonra İrəvana aparıb təcridxanada saxlayıblar. Orada başqa azərbaycanlı əsirlər də olub. Təcridxanada saxlandıqları müddətdə ona çoxlu işgəncələr veriblər. Fasiləsiz işlədib, dəmirlə döyüblər. Əsirlərin bədənlərinə qızdırılmış dəmir parçaları basıblar. Odlu silahla yaralayıblar. Öldürülmüş, daxili orqanları çıxardılmış cəsədləri onlara göstərərək qorxu yaratmağa çalışıblar. İclasda zərər çəkənlər təqsirləndirilən şəxslərin müdafiəçilərinin suallarını da cavablandırdılar. Məhkəmədə hakim Zeynal Ağayev məlumat verdi ki, təqsirləndirilən Arkadi Qukasyanın 2 vəkilindən biri ötən iclasda müraciət edərək səhhətində yaranmış problemlə bağlı onu başqa bir vəkillə əvəzlənməyi xahiş edib. Bununla bağlı məhkəmə vəkillər kollegiyasına qərar göndərib və Arkadi Qukasyana ikinci yeni vəkil təyin edilib. Arkadi Qukasyan yeni vəkilinə etiraz etmədiyini söylədi. Məhkəmə prosesi mayın 29-da davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rızayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkanyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.